GTA 6 torrentdə yükləməyə açılıb və ödənişsiz təqdim olunur. Amma diqqətli olun, məlumata görə 113 GB-lıq faylda zərərli proqramlar var. Ümumiyyətlə, son günlər GTA 6 ətrafında maraqlı hadisələr cərəyan edir. Bildiyiniz kimi Cyberleak adlı istifadəçi oyunun video görüntülərini Rockstar Games'dən əvvəl yayımlamışdı və bu bütün dünyada ciddi səs-küyə səbəb olmuşdu. Daha sonra Rockstar Games, Microsoft və digər böyük şirkətlərdən Cyberleak'in şəxsi məlumatlarını tələb etmişdi. Cyberleak isə şirkəti ona bir şey olsa oyunun internetə yükləməyə açılacağı ilə hədələmişdi. Bir qrup proqramçı isə Cyberleak saytında apardığı tədqiqatdan sonra bildirib ki, çoxlarının düşündüyü kimi bu bir nəfərin işi deyil. Onların sözlərinə görə əslində Cyberleak adı ilə peşəkar hacker komandası çıxış edir. GTA 6 ətrafında səs-küyü fürsət bilən başqa qruplar isə torrentə GTA 6 adı ilə viruslardan ibarət faylları yükləyiblər. Rockstar Games isə yaşananların planları dəyişməyəcəyini deyib və 27 avqust tarixində oyunun rəsmi treylerinin Netflixdə, ardınca isə YouTube'da təqdim olunacağını bildirib.